Read the passage and answer questions. Mətni oxuyun və sualları cavablandırın. The solar system is made up of the sun, 8 planets, and many smaller objects like moons and asteroids. Güneş sistemi Günəşdən 8 planetdən və kiçik cisimlər və asteroidlər kimi bir çox obyektlərdən ibarətdir. The sun is a big ball of fire and light. Güneş böyük bir od və işıq topudur. It gives heat and light to all the planets. Bütün planetlərə istilik və işıq verir. The planets move around the sun in space. Planetlər Günəşin kosmosda ətrafında hərəkət edirlər. The closest planet to the sun is Mercury. Günəşə ən yaxın planet Merkuridir. It is very hot and small. O çox isti və balacadır. Next is Venus, which is smaller in size to Earth but has very thick clouds. Digəri isə Venera, ölçülərinə görə yerə bənzəyir, lakin çox qalın buludları var. Earth is the third planet and it is the only planet known to have life. Yer üçüncü planetdir və o həyata sahib olan yeganə planetdir. Mars is the fourth planet, is called the red planet because of its red color. Mars isə dördüncü planet olaraq qırmızı rənginə görə qırmızı planet adlanır. After Mars, there are the gas giants Jupiter, Saturn, Uranus and Neptune. Marsdan sonra qaz nəhəngləri var ki, bunlar Jupiter, Saturn, Uran və Neptundur. Jupiter is the large planet and Saturn is famous for its rings. Jupiter ən böyük planetdir və Saturn üzükləri ilə məşhurdur. The outer planets are far from the sun and very cold. Xarici planetlər Günəşdən uzaqdır və çox soyuqdur. The solar system is an amazing place full of interesting planets and objects that scientists continue to study. Günəş sistemi alimlərin öyrənməyə davam etdiyi maraqlı planetlər və obyektlərlə dolu heyrətamiz bir yerdir. Mətnimizlə bağlı ilk suala keçid edək. İlk sualımızda choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala doğru cavab seçin. What is the main characteristic of Mars that makes it special? Mars'ı xüsusi edən əsas xüsusiyyəti nədir? Mətndə qeyd olunduğu kimi Mars rənginə görə qırmızı planet sayılır, red planet və bu onun əsas xüsusiyyəti olduğu üçün biz A variantını doğru götürmüş olacağıq. Mars is called the red planet because of its color. Digər variantlarda isə Mars has a thick cloud cover, yəni ki sıx buludlarla örtülmüşdür. Bu digər bir planetə məxsus idi. Mars has rings like Saturn. Saturn kimi üzükləri var kənarında, yanlışdır. Mars is the largest planet in the solar system, yəni Günəş sistemində ən böyük planetdir. Mars is the closest planet to the sun, Günəşə ən yaxın planetdir və qeyd olunan məlumatlar başqa planetlərə məxsus olduğu üçün C variantı isə ümumiyyətlə mümkün deyil, yəni belə bir planet ikinci olmadığı üçün yanlış götürülür. Mətnə əsasən doğru cavab A variantıdır.